Gəldik. Əvvəlki dərsimizdə 17-ci əsrin birinci yarısı Səfəvi tarixin keçmişi. İkinci yarısına gəldiyimizdə Səfəvi dövlətində hakimiyyətə, belə deyək də, bilirsiniz ki, 17-ci əsrdə 3 Səfəvi hökmdarı var. Birinci Şah Abbasdır. Sonra birinci Şah Səfidir. Şah Səfidən sonra isə ikinci Şah Abbas olacaq. Sizdə dərslik kitabınızda çox belə az məlumat verir, amma çox görkəmli hökmdar olub həqiqətən. Yəni biraz da belə deyək, idealı bir hökmdar olub. İkinci Şah Abbasın hakimiyyət illəri, baxın, bu vaxta qədər demədiyim bir şeydir. 1642-1666-cı ildir. Bunu bilməyimiz əsasdır, yəni qırışda hakimiyyətə gəlir. Çünki həmin ildə İngiltərədə vətəndaş müharibəsi baş vermişdir. Bunu indi deyirəm, özünüz yazarsınız sonra kitabınıza. Buna xüsusi diqqət edin bu hissə. İkinci Şah Abbas hakimiyyətə gəldi. Daxildə gördüyü tədbirlər Ədalət Divanı quracaqdı. Ədalət Divanı nə idi? Aşağı təbəqə istənilən vaxt hər hansı bir dövlət məmuru, bəylərbəy haqqında, vergi məmur haqqında şikayət bildirirdi. Və bu şikayətin əsnasında əgər o səlahiyyətlərini şəxs, dövlət məmuru səlahiyyətini aşırırsa, onu vəzifədən uzaqlaşdırıb, onun bütün əmlakını da əlinə alırdı. İkincisi, əhali və sənətkarların xəzinə olan dövlət vergi borclarını siləcəkdi, yəni ləğv eləyəcəkdi. Sonra xristian təbəələrə xüsusi diqqət göstərəcəkdi, gürcülər və erməni xalqına xüsusi diqqət göstərəcəkdi və dövləti ədalətlə idarə edəcəkdi. İkinci Şah Abbasın dövründə Çar Rusiyasından Azərbaycanın 1653-1662-ci illəri əhatə edən bir siyasi münaqişəsi baş verdi. Siyasi münaqişə baş vermə səbəbi Terek çayı o dövrdə Rusiya ilə Azərbaycan arasında sərhəd idi, Dağıstan bölgəsində. Amma ruslar getdikcə Şimali Qafqazda möhkəmlənmək üçün Terekin Səfəvi olan yerlərində qallar tikməyə başladı. Bu isə Abbas xoşuna gəlmir. Normalda ikinci Şah Abbas real həyatda biraz, yəni dediyi insanlardan idi. Abbas xoşuna gəlmir, qəzəblə qarşılayır bu məsələni və Xosrov Şirvan bəylərbəyi Xosrova tapşırır ki, qalaları dağıtsınlar. Xosrov bəy də Şirvan bəylərbəyi hücum edir, Dağıstandakı rus qalalarının hamısını dağıdır və ruslar bu məsələni uzatmırlar. Yəni müharibə əddinə gətirmir. Bunun iki səbəbi var. Bir, Rusiya əvvəlki dövrlərdə, yəni o dövrlərdə o dərəcədə siyasi və hərbi cəhətdə güclü deyil idi və Səfəvilərin qarşısında dura biləcək gücü də yox idi. İkinci səbəb isə ən əsaslı Azərbaycanla qarşılıqlı iqtisadi məsələlər var, ticarət məsələlər var ki, ona görə də belə deyək də bu marağı yox idi Səfəvilər toqquşma. Buna görə də Abbas Rusiya ilə siyasi münaqişədə qələbə qazanacaqdı və bu məsələ sakitliklə başa çatacaqdı. Abbasdan sonra isə hakimiyyətə Süleyman gələcəkdi. Şah Süleyman gəlir. Süleyman dövrü Səfəvi dövlətinin iqtisadi geriliyinin baş verdiyi dövrü idi. Bunu gələcək dərsdə keçəcəyik. Yəni iqtisadi geriliyi niyə baş vermişdi, səbəb nə idi? Və bu dövrdə Azərbaycan ipəyinin Avropaya getməsi artıq çətinləşməyə başlamışdı və zəifləmişdi. Avropada Azərbaycan ipəyinə artıq ehtiyac duymurdu. Bu vaxt Rusiya dövləti böyük ticarət yollarını, öz əhəmiyyətini belə deyək də itirdiyi bir vaxtda Rusiya dövləti Azərbaycan ipəyinin öz ərazisi vasitəsilə Avropaya daşımaq qərarındadır. Bunun üçün Şah Süleymanla Rusiya dövləti arasında 1667-ci ildə ilk müqavilə imzalanacaq, güzəştli ticarət müqaviləsidir. Bu müqaviləyə görə Azərbaycan ipəyini ruslar gömrüksüz daşıyacaqdı, yəni gömrük rüsumu ödəmədən Avropaya daşıyacaqlar. Hətta Süleyman tapşırmış ki, Rus tacirlərinə karvansaralarda belə deyək də bir növ xüsusi ehtiram göstərilsin, xüsusi qayğı göstərilsin ki, onlar inciməsinə, amandır, küsüb gedərlər bir də sonra biz nə olarıq, yəni belə bir tipli şeylər olacaqdı. Süleyman dövründə bu dövrdə şimaldan bizə hücumlar baş verir. Ümumiyyətlə biz şimaldan hücumlara baxdığımızda, yəni tarixən baxdığımızda bizim eranın 1-ci, 3-cü əsr alanları görürük. Sonra 3-7-ci əsr Hun, Basil, Bulqarı görürük. Onlar yəni şimaldan gəlirlər. İstəyir köçmək üçün gəlirlər, istəyir fərqi yoxdur, gəliş var. Sonra biz orada Hunları görürük, 5-ci əsrdə bilirsiniz, 2-ci Vaçe ilə toqquşma eləyir. Sonra 9-cu əsrdə Slavyanları görürük, 11-ci əsrdə yenə alanları görürük və 13-cü əsrdə Qızıl Ordunu görürük, Xəzərləri görürük 7-ci əsrdə. Bundan hamısını bir-bir yazacaqsınız. Sonra 16-cı əsrdə Krım türklərini görəcəyik və 17-ci əsrdə isə Don Kazakları 1668-ci ildə Stepan Razinin rəhbərliyi altında Xəzər dənizindən gəlirlər. Bayaqdan saydıqlarımın hamısı şimaldan yürüyüş. Amma Xəzər dənizi deyiriksə, Don Kazaklarını Slavyanlarla götürəcəkdik. Slavyanlarla oxşar cəhətdə həm şimaldan hücum eləməsi, həm Xəzər dənizindən hücum eləməsi,
həm də qarət məqsədinə hücum etməsidir. Lakin istər Rusiya dövləti, istərsə də Səfəvi dövləti bu məsələni həll etməyə çalışır. Çünki Don Kazakları nə qədər Volqa-Don çayında və Volqa-Don çaylarında qaldığı müddətcə tacirlərin və ticari qarşılıqlı ticarətə ziyan edir. Çünki Don Kazakları hücum edirdi, tacirlərin və ticarət karvanlarının əmlakını müsadirə edirdi. Ona görə də tez bir zamanda bu məsələni həll edir, Stepan Razin həbs olunub edam ediləcəkdir. 17-ci əsrdə dedik ki, istər Süleyman dövründə, istər Şah II Abbasın dövründə Azərbaycan bir növ Osmanlı ilə dinc, dostluq və diplomatik münasibətlərdə yaşayan dövr hesab olunacaqdır. Bu da sizin 32-ci paraqrafınız olacaq.